Blok sualı. Bəli, belə bir blok sualı var. N'in hansı ən kiçik natural qiymətində A bərabərdir N faktorial ədədi 340-a tam bölünür. Yəni bizə deyir ki, N elə bir şeydir, amma ən kiçikdir. N faktorial bölünsün 340, bu tam olsun. Yəni Z olsun. Əvvəlcə suala özün bax, yaza bildin yoxsa yox, rəydə yazarsan, mən də fikir bildirəcəm. Gəl mən izah edim. Deməli, bir ədəd digər ədədə nə vaxt bölünür? Tam bölünmədən söhbət gedir. Məsələn, 18 6-ya niyə bölünür ki? Çünki 6-nın, yəni bölənin bütün sadə vuruqları bölünənin içində, yəni 18-in içində var. 6-nın vuruqları nədir? 6-nın vuruqları 2 və 3-dür. Düzdür? 2 ilə 3 hər ikisi 18-in içində var. Artıqlaması ilə var özü. Yəni indi n faktorialının 340-a tam bölünməsi üçün n faktorialının içində 340-ın bütün sadə vuruqları olmalıdır. 340-ı sadə vuruqlara ayırsam onda 340 biz bilirik ki, nədir? 34 vurulsun 10-dur. 34-ün əvəzinə 2 vurulsun 17, onun əvəzinə də 2 vuraq 5 yaza bilərəm. Yəni 340 bərabər olacaq 2 vurulsun, 2 vurulsun, 5 vurulsun 17. İndi mən n-i elə bir şey seçməliyəm ki, onun içində, həmin o faktorialın içində 2 olsun 2 dənə, çox da olsa olar, 5 olsun ən azı bir dənə və 17. Burada əsas önəmli məsələ 17 sadə vuruğunun orada iştirak eləməsidir. Mən də bilirəm ki, məsələn, bunu mən 5 faktorial seçsəm, məsələn deyirəm, bunun içində 2 kifayət qədər olacaq. 2-dən də çox olacaq, 2 dənədən də çox olacaq, 5 də olacaq. Aydındır? Amma 17 olmayacaq. Ona görə də 17-nin olacağı ilk faktorial neçə faktorialdır? Təbii ki, 17 faktorialdır. Yəni 17 faktoriala qədər heç birinin içində 17 sadə vuruğu iştirak etmir. Yəqin ki, sən də məndən razısan. Çünki faktorial bilirik ki, 1-dən n-ə qədər, yəni 5 seçmisənsə 5-ə qədər ədədlərin hasilidir. 17 faktorial da 1-dən 17-yə qədər ədədlərin hasilidir. Və 1-dən 17-yə qədər ədədlərin hasilinin içində 17 özü sadə ədəd olduğu üçün 17-nin olması üçün o 17 faktorial mütləq şəkildə olmalıdır. Deməli, n ən azı nə olmalıdır? 17 olmalıdır. Bizdən də n-in ən kiçik qiymətini istədiyi üçün burada bizim n nə olacaqdır? 17 olacaqdır. Belə videoları bəyənib, təbii ki, bəyəndinsə bəyənmək lazımdır, elə adam üzünə yox. Rəy yazı fikir bildirmək və orada plus işarəsi var, onu vurmağı yaddan çıxartma. Sağ olun.